Bizim şeyhlərimiz Quran oxuyanda cəmaət ağlamaq tutur cəmaət. Bir dəfə gəlin qulaq asın. Ay ölüm mələk, mən sənin çarəvi bilmirəm, başa düşürsən? Mülayim, sən o qədər mən Quran oxuyanda fərqli ayələri eşitmirsən ki, namaz qılanda, bəsində sən bilirsən ki, qiraətimi də eşitmirsən. Vəziyyət nuş olsun. Mücahidə təkvini və təşrini başa salıram, dərs keçirəm. İnanırsan ki, Qəmbərov, and olsun aləmlərin Rəbbinə, bu uşaqlar ki, gəlirlər, güya təqliddən çıxıblar, güya hədis oxuyurlar. Valla bunlarla məşğul olmaqla. Onu öyle imam deyirik, bizim şiyələrimizlə məşğul olur. Ömərin, Əbu Bəkirin şiyələri ilə yox. Ay bir saat, neçə saat inanırsan, bu Səbuli Mehdi Ticani əməlli boşlu şəxsiyyətpərəst imiş bu adam. Mən bunu indi başa düşmüşəm, indi bildim. Bu adam, gör bu şeydə deyir, kinoda, deyir bunu heç bir nanəcib bir alverçi eləməzdi, sən elədin. Qayıdıb deyir ki, adamın dediği sözə bax. Deməli, söhbət nədən düşdü? Söhbət düşdü ki, bəs iştihad filan, ora, bura filan, Şeyx Sədum da iştihad edib, filan da, filan, məsməkan da. Deyirəm ki, qadaş, bizi heç kəsin iştihadı bağlamır. Bizi Peyğəmbər və onun əhl-i beytindən gələn mübarək hədislər bağlayır ki, Allah alimin dədəsini rəhmət eləsin. O hədisləri gətirib bizə çatdırıb, heç bir əlavə və qatqı olmadan. Deyir ki, məsələn, kişinin sözünə bax, heç bir kəs bu günə qədər bunu eləməyib iddia. Deyir ki, alimin bir yuxuda gördüyü bir şey var, ha, yuxuda görür, ha. O şey həyata keçirsə, bu deyir, vəhdir. Deyirəm, ay Səbuhi, səndən başqa bunu kim deyir? Deyir, siz bizə gətirin ki, bunu vəhd deyil. Siz deyin ki, bu vəhd deyil. Deyirəm, sən mənə bilirsən nə deyirsən? O Sələfi Samin sual verir, bu Əlisaya. Biz deyirik ki, ular, sən deyirsən, ulmaz. Sən nə danışsın, ha kişi? Necə yəni alimin yuxuda gördüyü vəhddir? Dəlil gətirir mənə, deyir ki, bəs şeyx deyir, nədir, adım nədir də? Hilli, hə. Hilli deyir, yuxuda görür ki, nə bilim, gedir bir dənə yerə, gəlir bir dənə quyunun yanına çıxır. Həyatda da bunu gördü, bu vəh sayılır da. Deyirəm, siz nə danışırsınız siz nəyə iman gətirmişsiniz? Bunların vəziyyətləri dəhşətdir, Allah'ın olsun. Bu təqliddən yalağa qardaş, valla gedin təqlidinizi eləyir də. Yalandan palaza birin, ellə sürün, siz də hayküyə, səskiyə düşmüşsünüz. Valla özünüzü biraz da var, nə bilim, biraz da quyuya salsınız. Siz həqiqətən də avam nassınız. Siz gedin, təqlid edin də. Sual verirəm, deyirəm, Səbuhi, imam deyir ki, Mehdi əleyhissalam baş verən sonuncu hadisələrdə mənim hədis ravilərimə müraciət edin. Kimə eləyib? Deyir ki, kim hədis bilir ona? Sən imamın sözün başa düşmüsən. Sən imamın naibinin sözün başa düşmüsən. Sən Allahın höccətinə verilən sözü başa düşmüsən. Deyəndə də acığınıza gəlir. Deyirsən, qardaş, bana mücahid olsun. Ay mücahid, sənə bəyəkləri efirində neçə dəfə sual verdim. Deyirsən, elm, alim-i üləma, 80 il oxuyub. Bu alim-i üləmanın oxuduğu elm, bunun mənbəyi haradır, ay mücahid? Bir dənə deyilən görə elə. Bəyəkki sualını buradan da verirəm sənə. Bəlkə orada bəyəkləri eşitmədim, buradan verim.
Bu alim elm deyirsən ha. Bu elmin mənbəyi haradır? Siz daha yardım işiniz mi? Zaten yanına çok şans verelim. Quran və Əhl-i Beyt yolu. Yəni demək istəyirsən ki, elmin mənbəyi Quran və Əhl-i Beytdən gəlir. Düzdür? İndi yaxşı bir dənə Əhl-i Beytdən ya da Qurandan. O dediyin mütləq, müqəyyət. Bunu bir dənə bizə hədis, bir dənə zəif də olsa, nə bilim o sizin elm o ricala saldığınız, zəif də olsa bir dənə bizə rəvayət göstər. Buradan ki, məsələn, imam deyib ki, mütləq rəhbərlər bizik. Müqəyyət də başqaları da ola bilər. Bir dənə dəlil göstər elə bizi. Biz də deyir Ləbbeyk. Necə ki, Əbu Bəkirin, Ömərin davamçılarına deyirik. Deyirik ki, siz ki demirsiniz ki, Peyğəmbərdən sonra haqq xəlifədir. Qardaş, Allahın kitabıdır dəlil, Peyğəmbərin sünnəsidir. Gətirin buradan, biz də deyir Ləbbeyk də. Niyə biz sizin boş-boşuna şəxsi düşüncələrinizə iman gətirək, Allahın höccətlərinin sözünü qoya qırağa? Niyə? Peyğəmbər azmamaq üçün bizə höccət imamların deyib. Allahın kitabını deyib də. Bu vaxta qədər başa düşməmişsiniz bundan sonra. Valla siz başa düşmüsünüz. Sizə xeyri də yoxdur deməyi. O səhv deyirəm ay Qəmbərov. Bak yazır ki, deyirəm bu elmin kökü haradır? Deyir Əhl-i Beyt, Quran. Düzdür? Bu dediyin iştihad, nə bilim rəy, nə bilim bu dediyin müqəyyət, mütləq. Bu yaxşı bunu imam deməlidir, Peyğəmbər deməlidir. İmam da deyir ki, bizim qapıdan çıxan hər şey batildir. Nurəli, mən Hacı Hişama da dedim. Dedim, əgər mücahid haqq yola gəlsə, mən onda hədərə neçə illərimi vermişəm. Mümkün olan şey deyir, başını bırak qardaş, mücahid hara, rafizi hara. Mücahid patolog təqliddən çıxıb, başa düşürsünüz, patolog şey deyə bilər. Müraciət əhli ola bilər. Yəni şəkkə düşə bilər. Amma belə başa düşürsən, o boyda cəmaatın içindən tək qalmağa qorxur. O bizə əsl mücahidlərin işidir ki, hər şeyi sındırıb tək qalasa. O hələm ona hazır deyil qardaşım. Mən görmüşəm də əxlaqlı insandır, bildiyi də var, gözəl danışığı var. Mənim Nasrenim olmayanda bir şey ona qulaq asıram, ləzzət alıram. Bütün günü də temanı qurur bizim üzerimizdə, kayf alıram da. Girirəm, görürəm ki, bir dənə o, nədir onun adı, o Tayna Treti planetida şey fırlanır belə. Bir dənə də daş qoyub onu orada fırlandırır. Cəmaət də bunu görmür, axı gözünü görmür, mimikasını görmür. Daldan orada başa Allah bilir də bunların doluyub da cəmaatı. Günləri meyti ilə şeyi vuruşdururdular. Nədir onun adı? Turanı. Deyəsən biri təşriğini başa düşməmişdi, biri təkvinini, bir-birini öldürürdülər. Yəni o həqiqətən də bizə cəhalətdir bu. Əzbərçilik cəhalət. Yəni mövzunu başa düşməyib boş-boş işlərlə məşğuldular. Valla bir gün mən olmayam, mən danışmayam, Nurəli danışmaya sizin efirdə söhbət eləməyəm, temanız olmaz. Nədən danışarsınız? Aynen. Sələfilərlə sən nə danışasın? Sən sələfilərlə eyni etiqaddasan. Onlar da müşrik. Dəli, Qəmbərov, hələ bu günləri gör nə olur. Deməli, bizim bu Avram, Süleyman bütxanəsində büt sındıran Avram ki, təqiyyədədir. Girib bunların içinə ki, görür bəlkə bunlardan birini hidayət edə bilsin, görür xeyri yoxdur. Deməli, Avram bir dənə hədis paylaşır. Görüm hələ aşağıda kim var uşaqlarda? Burada sən Nofər, sənə 2 dənə şey atacağım, onları oxu. Deməli, Avram hədis paylaşır. Birbaşa müştehidləri vuran. Bunlar mücahid də bunu yığıb deyib, sən nə danışsan, biz cəmaatdan qırğına çıxmışıq. Onları bura çağırırıq, sən bunları sırası pozdurublar Avrama. İndi atıram sənə onları, Nofər, onları bir dənə oxu. Mənim də cinim deyir ki, diləmi, bunlar öz aləmində elə bilirlər ki, qoyandan sonra pozurlar, heç kəs görmür. Mən sırası samsıramışam. Nurəli, and olsun Allah, düz 1 saat onu axtardım, akasiya pozulub, əlim obyektində də oturur. 1 saat axtardım, dəhşət sözlər idi. Bəndə var, arkadaş, bəndə var. Onlar arkadan havlarlar, dedim ki, hər şey bəndə var, bəndə var.
Burada sən Nofəl, atıram oxu. Qardaş, mənə bilsən nə çatmır. Bax, vallahi indi deyəcəm. Bax, deyir ki, imama əlimiz çatmır. Qardaş, belə pis çıxmasın. Bugünkü İranın dini rəhbərinə əlimiz çatır. Deyirlər ki, ya, biz ərəb dilini bilmirik, fars dilini bilirsən. Yəni, qardaş, sən nəyə müraciət edirsən? Onun yazısına, elə həmən yazısını get imamın sözünə. Bax, oxu da, tap onu oxu. Əhsən bu şey yaman şübheydə attım bunlara. Yox, biri var ki, qardaş, Bu nə şübhə idi mənim ərzim. yox, biri var ki, bilirsən ki, misal üçün filan məsciddə oturub, durdun, getdin yanına, deyirsən ki, bəs ay filan rəhbər, bəs mənə bu məsələni açıqla, xırdala, başa sal. Bir də var ki, qardaş, sən onu nə görmüsən, nə sən ölkəndə yaşayıb, nə dilini bilirsən, nə bir şeyini bilirsən, heç bilmirsən, özü yazmıyor. Bir də bu bir sabırlı ol, qoy bir dənə oxusun. Ya indi ona cavab verəcəklər ki, bizim dəftərxanamız var. Baba bizim sistem var. Əla da, qardaş, sən Bir dəqiqə, sən dəqiqə gör, İbrahim paylaşdı. dəftərxanaya müraciət etmirsən. Sən Allah oxu. Az elə hədis kitabından oxu. Ay İbi bir dəqiqə gözlə səndən xahiş edirəm. Nofər oxu sən, ürəyin partladı, oxu. Bunları İbrahim paylaşma düzdür, İbo. Oxu. Ayso, oxuyuram. Deməli, Birinci iki axırıncını attığımı oxu, sonra o bir dənə. Birinci Yaxşı, attığımı yaxşı. yox. Birinci ikincini oxu, sonra birincini. yaxşı. Deməli, Şeyx Yusif Bəhrani demişdir. Həqiqətən bu müctəhidlər dini dağıtmış, peyğəmbərlərin ağasının şəriətini korlamış, sünnilərin yolları ilə getmiş və məsum imamların xəbərlərini, hədislərini tərk etmişlər. Deməli, mənbə Əl-Hadiqun Nadirə fi Əhkamil İtrəti Tahirə. Mənbə də qoyub şey, İbrahim. Aha, sonra ikincini də oxu. Deməli, Şeyxülislam Yusif Bəhrani demişdir. Qədim alimlərin yolu sünnilərin yoluna ziddidir. Lakin üsulilərin gətirdiyi yeni bidət terminologiya sünnilərin etiqadına uyğundur. Mənbə Əl-Hadiqun Nadirə fi Əhkamil İtrət, həmin kitab səhifə 87 cild 1. Bu iki paylaşıb İbrahim. olunan təzyin, o da sən nə oxşayır? Trump qələt mikonam. Dedi, sonra sırası pozdurdular. Amma birinci inanmadım. İndi bəlkə mırtdaşmaq üçün paylaşıb. Ada nə mırtdaşmay ay qaqaş. Pozdurdular onu ona. Zəng vurdular ona ki, ay bala sən nə oyun çıxartsan. Pozub indi. Bayaq var idi. Əgər İbrahim bunu həqiqətən paylaşıbsa, İbrahimi götürəcəm himayəmə. Atdım da sənə Şeyx bayaq. Əgər gəlsə, orada şahadət versəm, bir dənə şahadət var. Onunla da qutardı. Onu da salıram Mücahidcinin canına. Ya, o qoy işinə. O bilirsən nə edir? O deyir ki, mən İbrahim Əleyhisselam bir məbəddə fırlanırdı. Gündə bir dənə bütü sındırırdı. Həm bir öz məsələm var da deyir. Mücahidə bak, deyir, bəyəm o müştəhiddir, molladır, axunddur, tələbədir, yəni heç kimdir. Yəni bizə tərəf nəsə yazımızı heç O bayaqları efirdə qırğın gedirdi. Spoiler düz ki, tələbədir axı. Aşağıdan bir qardaş yazıb ki, Nurəli, güya sən nə isə dedin də fars dili nə edirsən, zaten onların çoxsu Azərbaycan dilində bilirlər. Qardaş, bilirlər Azərbaycan dilində lap əla, lap gözəl. Gözümün canı odur ki, sən görüb onu soruşa bilmirsən. İndi mən də sənə bir dənə söz deyim ki, Qumda 7-8 il, 10 il oxuyan tələbələr var. Sənin hələ xəbərin yoxdur ki, əvvəlcə onlara fars dilini öyrədilir. Amin zəng eləyir onlara, zəng eləyir. Aralarında bir nəfər ərəb dilində danışan biri, bir nəfər. Ayaqların başı bıraxır, nəysə. Qəmbər o, deməli, Mücahidə bir dənə də şok yaşadım. Bir dənə də şok İbrahimin səsini yayıb, qoy, ben neyim, da qoy bilsinlər də. Qulaq asay Mücahid. Rical dinin üsullarından bir üsul deyil. Hədisin qəbul olunması üçün mütləq şərtlərdən bir şərt deyil.
Məsələn, buna dəlillərim də var, mənim sübutlarım da var. Məsələn, təqiyyə hədisləri barədə Şərif Əl-Murtazanın görüşləri, rəyləri. Özü də hədis gətirir, öz görüşlərinə dair. Şərif Əl-Murtaza deyir ki, rəhmətullahi aleyh, deyir, xəbər vahid elə bir xəbərdir ki, onların yəqin hasilləməsi mümkün deyil. Burada razıyıq da, düz deyir şeyh. Xəbər vahid yəqin hasilləyə bilməz. Bəli. Eynən. Ayso, Şərif Əl-Murtaza da deyir ki, xəbər vahid yəqin hasilləmirsə, bu xəbərlərin üzərində əqidə qurmaq zənn üzərində bina eləmək kimi bir şeydir. Qurandan da ayə gətirir. Yunus surəsi 35-36 ayə. İndi bizim əqidəmiz mütavatirin üzərində qurulubsa, biz riza nəyimizə lazımdır bizim? Mücahit çok yaşadı. Diyor ki akide mütevatirin üstünde kurulursa rical, elimur rical neye lazımdı bu laboratuvarya sünnilerden götürülmüş. Hocam kaytarasız olarım laboratuvaryasın olara. Mücahit, yavaş yavaş ordunun gizliləri, senatları hamısı dağılır. Sen özün ama hakka gələnməzsən, heç gec olacaq, mümkün deyil. Sen migidi, ümiddür, bunlar yani qəbul olması deyil. Bizim mənğəzdə belə adamlar qəbul oluna bilməz. Külək kimi gündə ora-bura əsən adam bizə lazımdır. Hə, Mücahit, sən tək qalsan da Allah Ekber Xamneyi rəhbər, inan ki, mən görsəm sən tək qalmısan, gəlib səni dəstəkləyəcəm. Çünki sən heç vaxt tək qalanmazsan. Çünki o şuar var ha, şeytan şuarı. O həmişə dəstə olacaq. Tək biz qalırıq. Çünki niyə? Çünki bizdə bir dənə deyil, unudulmuş dindir. Amal olsun Mücahidə, kişi kimi də ölərəm. Bilən bu muasir Abbasilər haqqında bir dənə sənətkarın yazdığı bir şey var. Bəlkə bana da qulaq asaq oxuyaq. Ha, nə deyirsən? Sənətkar yazıbsa qulaq asaq. Oxumaq lazımdır. Atıram sənə oxu ay şey Nöfə. Oxu sənətkarın yazdığın, oxu. Cevi də büyük gedib 2 dənə sintetizator salan ağam-ağama mən deyir Aynur, deyirəm valla bax qabaq mən də sən kimi həvəsliydim, istəyirdim örgədəm, başa salam, bizi anladıblar da bu kişiyə qardaşlar gəlsin. Qəmbərov mənə gecə gündüz dedi ki, xeyri yoxdur. Deyirəm mənə dedim, mən əl çəkib qoymuşam, qırağa siz düşünürsünüz. Mən də vaxtıcan sən kimi həvəsdə olmuşam. Besbalezna. Oxucu Nurəli, atmısan? Mən günləri bir dənə şeyə sevirdim. Bir dənə şeyə. Sən bir dənə yerin, deməli, talış balası. Mən sizdən qohumam da bilirsən. Talış balası. Tanımıram. Tanımıram, sən də tanımırsan. Zəy vurdu. Dedi ki, Allah razı olsun. Videolarıma baxdım, səni izlədim. Mənə təşəhhüdü başa sal, düz deyim. Əliyəm vəliyullah və evladuhu məsuminə ocacullah. Düzdür? Dedim düzdür. Sağ ol. Bax, tək. Qardaş, bax, iman gətirən bu cür olur da. Yoxsa mən Səbuhi Mehdi Ticaniyə deyirəm, belə deyir, imam deyir, onu harada deyib, sən eşitmirsən onu. Deyir, siz qardaş, nəyə iman gətirmişsiniz siz? Siz nəyə bax, alınıb özü cəmaata deyirsə, o kəs ki, namaz qılır, oruç tutur, yaxşı işlər görür, qeybə iman, yilluğuna bil qeyb, bu nə deməkdir bu? Siz qeyb nəyə deyirsiniz ki? Mən bu yana fırlatdım, bunu görmədim, bu qeybdir. Bax, qulaq az, körlə deyirəm, Nurəli, ay Nurəli. Bir verirsən, ildə bir nəfər, 10 ayda, 5 ayda bir nəfər gəlib. Bizə də onlar lazımdır, o bir nəfərlər. Özdə körlə deyirəm ha, Nurəli. Sərkardandır, sərkardan. Nə buradadır, nə orada. Oradadır. Aləmlərin Rəbbinə Qəmbərov, Həzrət Əli heç elə belə demir ki, sizin bu xilafətiniz mən üçün keçinin burnunun suyundan da aşağıdır. Elə belə demir ki, mən dünyaya 3 dəfə təlaq vermişəm. Dünyaya bağlı olan adam Əhl-i Beytin mənhəcinə gələ bilməz. Heç vaxt. Heç vaxt. Mümkündür.
Oxu Nobel sənətkarın məqaləsini, gör elə sənətkar yenə nə qiyamət edir. Oxuyuram. Deməli, zührün əlamətləri 1. Qırmızı ulduzun doğması və eyni zamanda Tehranın dağılması nə deməkdir? 2. Süfyani kimdir? 3. Abbasilər kimlərdir? Əlinin nəslində olan Qaimin, deməli, Yusifin qeybət çəkilməsi kimi qeybəti olacaq və İsa ibn Məryəmin qardaşı kimi qayıdışı olacaq. Sonra o, qeybətindən sonra qırmızı ulduzun doğması ilə Zəvranın və bu reydir, indiki Tehran, dağıdılması ilə Müzəvvərin, yəni Bağdadın parçalanması ilə Süfyaninin çıxışı və Abbasilərin nəslinin Ermənistan və Azərbaycan gəncləri ilə müharibəsi ilə zühur edəcək. Burada şeyx Ərmənidir, yəqin Ermənistan deyil. Hə. Zühur edəcək. Bu elə bir müharibə olacaq ki, orada minlərlə insan həlak olacaq. Hər kəs bəzədilmiş qılıncını sıxacaq və üzərində qara bayraqlar dalğalanacaq. Bu elə bir müharibədir ki, orada qırmızı ölüm və boz vəba qarışacaq. Əl-Qeybən Numani hədis 4, deməli, səhifə 137. İkinci səhifə haqqında şok edici öncə görmələr. İmamlarımız, onlara salam olsun, dəfələrlə xəbərdarlıq ediblər ki, Əhl-i Beytə sevgi iddia edən, lakin əslində onlara düşmən olan, onların təlimlərini təhrif edən və şiyələrə qarşı çıxan insanlar meydana çıxacaq. Bu barədə hədisləri əvvəllər dərd etmişdik. İndi isə sizi böyük və kiçik səhifə haqqında çox edici öncə görmələrlə tanış etmək istəyirik. Birincisi, möminlərin əmiri Əli ibn Əbu Talibin haqqını qəsb etdi. İkinci isə zamanın sahibi Höccət ibn Həsənin, ona salam olsun, haqqını qəsb edəcək. Cabir Ənsari rəvayət edir. Allahın rəsulu, Allah ona və onun ailəsinə salavat etsin, buyurdu. Ümmətimə böyük və kiçik şura fitnəsindən vay olsun. Ondan soruşdular, böyük və kiçik şura nədir? Peyğəmbər buyurdu, böyük şura mənim vəfatımdan sonra mənim şəhərimdə, Mədinədə toplanacaq və məqsədləri qardaşım Əlinin xilafətini və qızımın haqqını qəsb etmək olacaq. Kiçik şura isə böyük qeybət dövründə Zəvra şəhərində, yəni Tehranda toplanacaq ki, mənim sünnəmi dəyişdirsin və hökmlərimi öz hökmləri ilə əvəz etsinlər. Bəzi təbliğatçılar iddia edə bilər ki, Zəvra Tehran deyil. Lakin hədislərdə belə deyilir. İmam Sadiq əleyhissalam buyurur ki, Zəvra Bağdad deyil. O rey, indiki Tehran ətrafında. Həmçinin Qaim qeybətdən sonra qırmızı ulduzun doğması və Zəvranın, reyin dağıdılması ilə zühur edəcək. Vilayət-i fəqih haqqında tənqid. Şiə tənqidinin əsas nöqtəsi tarixən bu olub ki, xilafət qeyri-məsum insanlara verilib. Lakin təxminən 30 il əvvəl şiəlik daxilində vilayət fəqih sistemi ortaya çıxdı. Bu nəzəriyyəyə görə fəqihə, din aliminə, məsum imamın, hətta Peyğəmbərin səlahiyyətlərinə bənzər hakimiyyət verilir. Halbuki bu hədislərin mənası sadəcə alimlərin dini bilikləri ötürməsi ilə bağlıdır, hakimiyyətlə yox. Nəticədə belə bir sistem yarandı ki, orada məsum olmayan bir şəxs hakimiyyət edir. Bu isə əslində Əbu Bəkir və Ömərin xilafət modelinin təkrarıdır, sadəcə şiə adı altında. İran Konstitusiyası və liderlik. İran Konstitusiyasının 109-cu maddəsinə görə rəhbər üçün şərtlər. Fətva vermək üçün kifayət qədər elm, bilik, ədalət və təqva, siyasi və sosial idarəçilik bacarığı, ən mühüm məqam rəhbər ən alim müctəhid, mərcə olmaq məcburiyyətində deyil. Bu isə sünni xilafətindəki şərtlərlə eynidir. Elm və ictihad, ədalət, cəsarət, məsumluq şərti yoxdur. Nəticə, beləliklə sual yaranır. İranın vilayət-i fəqih sistemi ilə tarixi xilafət sistemi arasında fərq nədir? Hər ikisində qeyri-məsum şəxs hakimdir. Hər ikisində dini legitimlik iddiası var.
Hər ikisində nümayəndəlik anlayışı mövcuddur. Nəticə olaraq bu yanaşmaya görə bu sistem şiəliyin təhrif olunmuş forması kimi təqdim olunur və imamın haqqının qəsbi kimi qiymətləndirilir. Bitdi. Hamd olsun aləmlərin Rəbbinə. Çox gözəl bir məsələdir. Həqiqətən də bu məsələ kim araşdırsa tapacaqdır. İmam əleyhissalam bu müharibə haqqında bizə buyurmuşdu ki, əgər Məhərrəm ayının ilk hilalı cümə gününə düşsə, demək Ramazan ayının biri martın 18-nə düşəcəkdir. Fevralın 18-nə düşəcəkdir. Və həmən Ramazan ayında Qərb farsların üstünə müharibə ilə gedəcəkdir. Və müharibə elə bir şiddətə çatacaq ki, orada darsın rəngdə alovlar çıxacaqdır. Biz bunu neçə illər gözləyirik. Yəni Abbasi filaninin ölümündən sonra oğlun Abbasi səltənətinə keçməyi də gözləyirdik və bu da baş verdi. Müharibə də baş verdi, həmən odları da görürük. Yəni ki, şükür Allaha ki, yəni hər şey qaydasındadır. Mücahid. Sən yadında bir dənə şey sağla ki, mücahid. Biz hər şeydən xəbərimiz var. Əmrə, bunun ikinci hissəsi də var, onu da sabah inşallah. Ayın Nur Əli. Bu Amir Ramindəndir. Çox naqruska vermə. Ha. Yəni yazan şeyx oturub burada, utanmısan sən. Amin Ramin kimdir hə? Yox, bu məqaləni kim yazıb? Maraqlıdır prosta. Ay mücahid. Peyğəmbər radiyallahu anhu. Studiyası. İnşallah İslam Şəxsən fəxr elədim şeyxlə. əlbəttə mücahid İslam ordusu mütləq qalib gələcək. Amma bu nə Əməvilərin ordusudur, nə Abbasilərin. Bu İmam Zamanın ordusudur, mütləq qalib gələcək. And olsun Allaha. Şeyx, bu sintezator çalanlar deyir ki, siz deyir vəhdət nə idi, vücududur, nə idi onu qəbul eləmirsiniz. Düz söhbət deyil. Düz deyirlər də vəhdət-ül vücud şirkdir axı. Biz nətər qəbul eləyək ki, inək də Allahdır, qurbağa da Allahdır, bunlar da Allahdır. Bunu nətər qəbul eləyək? Haşa. Salmışlar qrammatikaya, ona görə deyirəm. Hə, nə qrammatika, nə zada ki. Geçsinlər tövhid kitabını açsınlar, oxusunlar. Şeyx Saduq, tövhid. İmamın hədislərini qoyub qurağa əqillərinlə tövhid. Elə də olacaq da axırda. Kim istəsə var ha. Arş 313-də rus dilində var. Facebookda məndə Azərbaycan dilində var PDF-i. Kim istəsə ciddisin. Əhsən. Oxuduğumuz. Qardaşlar, xahiş edirəm tıqqılmamı tamamlayaq. Namaza 5 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə qalıb azana. Xahiş edirəm. Adı nədir Facebookda? Facebookda adı bizim Salafizm Rahbarizm Slatka Loj qrupu var. Onun administratoru İbo Rafida. İbo Rafida, yəni ki, çoxdan tanıyırsınız, yəni muhibi tanıyırsınız, İbo Rafida. Və bütün sələfilərin o pirikol videoları var ha. Muhammed Sösəlləm bu müəllifi bu kişidir. Hə, tanıyın, yəni ki, Allah xatir çox istəyin, hörmət eləyin. Hə, tıqqılbab eləyək 101-i qoyaq, əsas o 101-dir. Bir dənə xahiş eləm, o tıqqılbabı hamı eləsin, 101 eləyək. Çünki azandı, gedək namazlarımızı qılaq. Hamı onsuz da gedəcək. Bağlama istəsən ki, Qəmbərov. Ne diyeyim daha müzayede pol müstüsü da günleri pol bilmesin.